Hamı Amerikaya getmək istəyir. Amma heç kim sizə 100 min dollarlıq təhsil borcu, səbəbsiz rədd edilən vizalar və ya bir iş vakansiyası üçün eyni anda müraciət edən 500 nəfər dahi rəqib haqqında danışmır. Amerika artıq 20 il əvvəlki Amerika deyil. Bir vaxtlar Amerikan arzusu sadəcə vizanı alıb okeanın o tayına keçmək idisə, bugün bu dünyanın ən sərt rəqabət meydanında sağ qalmaq mübarizəsidir. Bəs bu qədər riskə dəyərmi? 100 min dollarlıq bir borc sizi necə qlobal karyeranın zirvəsinə qaldıra bilər? Bu videoda biz illüziyaları kənara qoyub Amerikanın yeni və soyuq üzünü analiz edirik. Təhsil kreditlərinin gizli tələlərindən tutmuş, sistem vizalarının verdiyi strateji üstünlüklərə qədər. Bu sadəcə bir xəyal deyil. Bu düzgün hesablanmış bir riskin və mütəxəssis dözümlülüyünün bələdçisidir. Hazırsınızsa Amerikanın görünməyən tərəfinə, reallıqlar və imkanların kəsişdiyi nöqtəyə daxil oluruq. Rəqəmlər yalan danışmır. 1980-ci ildə Amerikada bir universitetin illik qiyməti cəmi 10 min dollar idi. Bugün isə bu rəqəm 30 min dollara, özəl universitetlərdə isə 50 min dollara yaxınlaşıb. Bu 180% bir artım deməkdir. Bəs niyə? Burada ən böyük günahkar dövlət maliyyəsinin kəsişməsidir. Əvvəllər dövlət universitetləri daha çox dəstəkləyirdi. İndi isə xərclər birbaşa tələbənin öz çiyinlərinə qoyulur. Amma tək səbəb bu deyil. Xidmət xəstəliyi deyilən reallıq da var. Təhsil zavodlar kimi avtomatlaşdırıla bilmir və hələ də keyfiyyətli təhsil üçün bahalı professorlara və texnologiyaya ehtiyac var. Lakin bu bahalı biletin müsbət tərəfi də var. Siz artıq sadəcə dərs üçün pul ödəmirsiniz. Siz həm də universitetin nəhəng networking bazasına, karyera mərkəzlərinə və dünyanın hər yerindən gələn ən parlaq zəkalarla bir otaqda oturmaq şansına investisiya edirsiniz. Amerika universitetləri artıq bir təhsil ocağı yox, sizi birbaşa qlobal iş bazarına bağlayan körpüdür. Beynəlxalq tələbəsi isə cibinizdə 10 minlərlə pul yoxdursa, yolunuz Empower və ya Prodigy kimi kredit təşkilatlarından keçir. Bu girovsuz bir şansdır, amma faizlər sizi hər ay görəsən neçə il borc ödəyəcəm sualı ilə baş-başa qoyur. Üstəlik, məsələn Bostonda bir otaq üçün ortalama 1300 dollar ödəməli olursunuz. Bəli, rəqəmlər adamı qorxuda bilər. Amma gəlin vedrənin dolu tərəfinə baxaq. Məlumat toplamaq üçün müraciət etdiyim Bikənin кейsi bizə göstərir ki, doğru araşdırma və düzgün strategiya sizə 66 min dollarlıq təqaüdün qapısını aça bilər. Bəli, borc var, amma Amerika bazarı bunun qarşılığını verir. Həmin müsahibəni daha detallı oxumaq istəyirsinizsə, linklər hissəsindən həmin sənədi taparaq daha ətraflı oxuya bilərsiniz. Riyaziyyat sadədir. Magistr dərəcəsi ilə illik 80-100 min dollarlıq maaşlı iş tapdıqda, həyatınızı smart idarə edərək o 100 min dollarlıq borcu çox qısa zamanda tam bağlamaq mümkündür. Bostonun bahalı həyatında belə otaq yoldaşı taparaq xərcləri 800 dollara indirib, qalan pulu investisiya etmək bir strategiyadır. Bu, kredit tələsi deyil, maliyyənin düzgün idarə olunması bacarığıdır. Diplomunuzu aldınız, amma indi sizi daha böyük bir okean gözləyir. Amerikanın iş bazarı dünyanın ən istedadlı insanları ilə doludur. Hindistandan gələn kodlaşdırma dahiləri, Avropanın analitik zəkaları və yerli Amerikalılar. LinkedIn-də bir elan paylaşıldıqdan cəmi 10 dəqiqə sonra 500-dən çox müraciət yığılır. Üstəlik, yeni hökumətin immiqrasiya siyasəti işə götürənləri sponsorluq məsələsində daha ehtiyatlı olmağa məcbur edir. Bəli, rəqabət dəhşətlidir, amma burada gizli bir qapı da var. Referal sistemi, yəni tövsiyə sistemi. Amerika bazarında işlərin 70% elana çıxmır. Tanışlıqlar vasitəsilə tapılır. Yəni, sizin dahi olmağınız yetmir. Sizi tanıyan, dözümlülüyünüzə zamin olacaq şəbəkəniz olmalıdır, yəni ətrafınız olmalıdır. Müsahibə mərhələsinə çatdıqda işin rəngi dəyişir. Artıq söhbət sizin nə qədər bildiyinizdən yox, özünüzü necə ifadə etdiyinizdən gedir. Amerikada müsahibələrin qızıl standartı STAR metodudur. Situasiya, tapşırıq, hərəkət və nəticə. Əgər hekayənizi bu strukturda qura bilsəniz, o 500 nəfərin arasından sıyrılıb çıxa bilərsiniz.
Tutaq ki, iş axtarırsınız. İndi isə ən böyük maneə zamandır. Əgər ixtisasınız incəsənət və ya bəzi humanitar sahələr kimidirsə, sizin Amerikada qalmaq üçün cəmi 1 iliniz var. Bu 1 il bitən kimi sistem sizi çölə itələyir. Üstəlik viza prosesi həm də şans məsələsidir. Eyni sənədlərlə Polşada yox cavabı alıb, Çexiyada viza alan minlərlə tələbə var. Bəs bu oyunu necə qazanmaq olar? Cavab bir abreviaturada gizlidir. STEM. Əgər elm, texnologiya, mühəndislik və ya riyaziyyatla bağlı bir ixtisas seçsəniz, dövlət sizə əlavə olaraq 2 il zaman verir. Ümumilikdə 3 il vaxtınız olur. Bu isə viza lotereyasında 3 dəfə şansınızı sınamaq deməkdir. $150.000 sizin üçün çox və ya az da ola bilər. Şirkətin sizin üçün $150.000 xərcləyib sponsor olması üçün siz onlara bu məbləğdən qat-qat artıq dəyər qatmalısınız. Sistem ixtisası sizə həmin dəyəri sübut etmək üçün lazım olan o 3 illik qızıl zamanı qazandırır. Amerika bir lotereya deyil, Amerika düzgün seçilmiş ixtisas və doğru zaman idarəçiliyidir. Bütün bu rəqəmlər, vizalar, borclar tək bir həqiqətə işarə eləyir. Amerika artıq kör-körənə, sadəcə bir xəyalın arxasıca gediləcəyi yer deyil. Bu, hər bir addımı əvvəlcədən hesablanmış, mənfi və müsbətləri tərəziyə qoyulmuş bir riskdir. Əgər bura gəlməyi düşünürsünüzsə, özünüzə qarşı dürüst olun və 5 niyə metodunu tətbiq edin. Niyə Amerika? Cavab tapdıqdan sonra yenidən soruşun. Niyə məhz indi? 5-ci suala çatdıqda cavabınız hələ də səmimidirsə, deməli siz bu rəqabətə hazırsınız. Videonun hazırlanmasında real bazar məlumatlarının, həmçinin otaq qiymətlərindən tutmuş viza strategiyalarına qədər bütün məlumatların dəqiqləşməsində bizə öz кейsi ilə dəstək olan, hazırda ABŞ-da OPT ilə iş axtarma prosesində olan Bikəyə xüsusi olaraq təşəkkür edirəm və ona buradan bir daha minnətdarlığımı bildirirəm. Bikənin кейsi bir çoxumuz üçün reallıq bələdçisidir. Həmçinin Amerikada təhsil təqaüdləri ilə də təhsil ala bilərsiniz. Bu isə başqa videonun mövzusudur. Bu videoda isə sizinlə çalışdım ki, təhsil vizası və təhsil krediti haqqında məlumat bölüşüm. Bəs siz bu balansı necə qurardınız? Amerika sizin üçün daha çox riskdir, yoxsa qaçırılmaması lazım olan imkan? Şərhlərdə öz fikirlərinizi bölüşə bilərsiniz. Həmçinin davamlı olmağımız üçün bizi motivasiya etmək üçün abunə olmağı, şərh yazmağı unutmayın. Bəzən doğru qərar başqalarının risk dediyinə imkan deməklə başlayır. Qanadanmaqdan qorxmayın. Mən Müşafərim Əliyeva. Bəlkə də bu video uçuş planınızın ilk xəritəsi idi.